Salam. Bugünkü dərsimiz 7-ci sinif biologiya 2-ci hissədən 7.4 zərərli vərdişlər və sağlamlıq mövzuna baxacaq. Asar sözlər verilibdir. Zərərli vərdiş soruşulur. Bildiyiniz kimi zərərli vərdişlər mobil telefonlardan vərdiş yaranması, asıllıq, həmçinin kompüterlərdən, elektron vasitələrindən, televizorlardan, həmçinin bundan yanaşı siqaret çəkmə, narkotik maddələrdən istifadə etmə, alkoqolizmlə məşğul olma, bunlar da zərərli vərdişlər hesab olunur. Burada qeyd olunur, müasir devirdə insanların əksəriyyəti mobil telefonlar, planşetlər və kompüterlərdən öz gündəlik həyatlarında geniş istifadə edirlər. Baxırıq şəkillərə. 8 yaşa qədər elektromaqnit şüalarının təsir mexanizminə məruz qalan beyin şöbələri, 8-16 yaşlarında elektromaqnit şüalarının təsir etdiyi beynin sahələri, orta yaşlı insanlarda da yenə həminki kimi elektromaqnit şüalarının təsir mexanizminin təsviri göstərilmişdir. Burada soruşulur, sizcə bu cihazlardan istifadə insanların sağlamlığına təsir edirmi? Fikrinizi əsaslandırın. Əlbəttə ki, uzun müddətli, aşırı dərəcədə elektron vasitələrindən, o cümlədən mobil cihazlardan istifadə orqanizmin sağlamlığına mənfi təsir göstərir. Bu cihazlardan istifadənin zərərli vərdiş halına çevrilmək təhlükəsi varmı? Nə üçün? Bildiyiniz kimi elə adamlar var ki, günün çox hissəsini mobil telefon və yaxud da kompüterin arxasında keçirir. Əlbəttə ki, uzun müddət istifadə etmə onların vərdiş halına gəlməyə səbəb olur və beləliklə onların sağlamlığına mənfi təsir göstərir. Belə çıxır ki, uzun müddətli istifadə orqanizm üçün təhlükəli ola bilər. Bildiyimiz kimi insanın fiziki və psixi sağlamlığı erkən yaşlarda əsasən ailənin həyat tərzindən asılı olur. Amma bu uşaqlar böyüdükcə onların sağlamlığına, inkişafına ətraf mühitin təsiri də get-gedə artır. Cəmiyyətdən çünki kənarlaşdırılmış şəkildə yaşamaq mümkün deyil. Nəticədə bu təsirlər altında formalaşan insanda müsbət keyfiyyətlərlə yanaşı mənfi keyfiyyətlər, zərərli vərdişlər də meydana çıxır və bunlar insanın sağlamlığına zərər verir. Və belə adamlar həmçinin öz məqsədlərini həyata keçirməyə və öz imkanlarından bunun üçün tam istifadə etməyə imkan verməyən vərdişlər olur ki, onlar öz işlərinin öhdəsindən gələ bilmirlər. Fəaliyyətə baxaq, burada zərərli vərdişlər onların fəsadları göstəribdir. Şəklə deyir, diqqətlə baxın. Deməli, müşahidələrinizə əsasən cədvəli dəftərinizə çəkərək tamamlayın. Burada faydalı vərdişin orqanizmə təsiri, zərərli vərdişin orqanizmə təsiri. Hər biriniz bilirsiniz ki, faydalı vərdişlər orqanizmə müsbət təsir göstərir, zərərli vərdişlər isə mənfi təsir göstərir. Kitab oxumaq müsbət vərdiş. Uzun müddətli gecənin də çox saatlarında kompüter arxasında oturmaq zərərli. Alkoqoliklərdən istifadə zərərli vərdişdir. Meyvə tərəvəzdən istifadə deməli xeyirli vərdiş hesab olunur. Fiziki sağlamlıqdır, bax bu gördüyümüz, bu da müsbət vərdişdir. Sağlamlığı qorumaq üçün deməli diş macunundan istifadə etmək xeyirli vərdişdir. Duş qəbul etmək, bu da xeyirli vərdiş hesab olunur. Təmiz içməli sudan istifadə xeyirli vərdişdir. Uzun müddət energetik içkilərdən istifadə zərərli vərdişdir. Siqaretdən istifadə də zərərli vərdiş hesab olunur. Müzakirə edin. Hansı vərdişlər insanlarda alüdəliyə və ya asıllığa səbəb olur? Bildiyiniz kimi kompüterdən uzun müddətli istifadə, içkilərdən istifadə, spirtli içkilərdən istifadə, bundan başqa energetik deməli içkilərdən istifadə, həmçinin siqaret çəkmək, bunlar insanlarda alüdəçiliyə və asıllığa səbəb ola bilər.
İkincidə soruşulur, yeniyetmələr arasında oxşar problemlərə tez-tez rast gəlinirmi? Əlbəttə ki, yeniyetmələr üçün daha maraqlı olur. O zərərli vərdişlərdən istifadə etmənin nəticələrini bilmədiklərinə görə onların arasında bu problemə tez-tez təsadüf etmək olur. Bunu onlara başa salmaq, öyrətmək, zərərli olduğunu qeyd etmək lazımdır. Bunun üçün həm ailədə, həm də tədris müəssisələrində onların ziyanı haqqında həmin yeniyetmələrə məlumat vermək doğru olardı. Üçüncüdə, sizcə kompüter oyunları oynamağı, internetdən fasiləsiz istifadəni hansı vərdişlərə aid etmək olar? Fikrinizi əsaslandırın. Biz qeyd elədik ki, kompüterdə oyunlar oynamaq saatlarla vaxt tələb elədiyinə görə və yaxud internetdən fasiləsiz istifadə də mənfi vərdişlərə aid olduğuna görə orqanizmin sağlamlığına təsir göstərir, onları psixoloji cəhətdən yorğun olmasına və stres vəziyyətinə və digər mənfi təsirlərə gətirib çıxarır. İnsanın sağlamlığına təsir edən zərərli vərdişlərə qeyd elədik ki, mobil cihazlardır, televiziyadır, internet asıllığıdır, həmçinin spirtli və energetik içkilərdir, siqaret və narkotik maddələrdən istifadədir. Mobil cihaz, televiziya, internet asıllığı elektromaqnit şüalanma mənbəyi olması ilə yanaşı orqanizmi uzun müddət gərgin vəziyyətdə saxlayır ki, nəticədə yorğunluq səviyyəsi artır, yuxu rejimi pozulur, orqanizmin qoruyucu uyğunlaşma reaksiyası və yaddaşı zəifləyir. Amma düzgün balanslaşdırılmış qidalanma sağlamlığa normal təsir göstərir. Fast-food qidalanma isə orqanizmdə deməli mənfi təsir göstərir. Rahat və tez yeyilə bilən qidaların həddindən artıq istifadəsi də zərərli hesab olunur. Çünki onlar yağ və şəkərlərlə kifayət qədər zəngindir. Bu isə get-gedə piylənməyə səbəb olur və ürəyə mənfi təsir göstərir. Qazlı içkilər, kokteyllər də şəkərlərlə zəngindir. Həddindən artıq şəkər ən çox diabet və piylənmə xəstəliklərinin baş verməsinin başlıca səbəbləri ola bilər. Deməli, bəzi insanlar spirtli energetik içkilər, nikotin, narkotik maddələrdən istifadə edərkən, siqaret çəkərkən hər hansı bir problemi unutduqlarını söyləyir. Bəziləri isə ondan həzz aldıqlarını, başqa bir qrupun isə öz ailələrində böyüklərdən onu götürərək təkrarladıqlarını deyirlər. Amma bunun sonrakı fəsadları haqqında fikirləşmirlər ki, uzun müddət zərərli vərdişlər insanın sinir sisteminə təsir göstərir. Orqanlar sisteminin uzlaşmış fəaliyyətini pozur, belə adamlar əsəbi olur, əlləri əsir, yaddaşı zəifləyir, qan damarlarının daralması nəticəsində beyin və digər orqanlar oksigen və qidalı maddələrlə pis təchiz olunur ki, bu da sağlamlığın itirilməsinə, ömrün qısalmasına və cəmiyyətdə mənəvi və əxlaqi dəyərlərin itirilməsinə gətirib çıxarır. Öyrəndiklərinizi tətbiq edin. Şəklə diqqətlə baxın, bu şəkil mənim xüsusilə diqqətimdədir. Hətta bunu bir neçə yaxınlarıma da bu şəkilləri yaymışam. Fikir verin, burada düzgün istiqamət verilibdir. Yəni, başla düz xətt arasında 0 dərəcəli bucaq var. Belə olduqda başın kütləsi 4-5 kiloqrama bərabər olacaqdır. Bu təhlükəli hal sayılmır. Görürsünüz, hamısında burada telefonlardan istifadəni göstərir. Amma elələri də var ki, telefondan istifadə olunan zaman başlarını önə əyirlər. Belə ki, bu onlarda get-gedə boyun əyriliyinin artmasına gətirib çıxarır. Boyun əyriliyinin artması bucaqla, dərəcəli bucaqlarla göstərilibdir. Bunların artması isə öz növbəsində başın kütləsinin get-gedə ağırlaşmasını göstərir və beləliklə də baş əyilir və beləliklə də insanlarda bax belə gördüyünüz kimi fəsadlar yaranır. 15 dərəcəli bucaq əyriliyi olarsa, başın kütləsi 12 kiloqrama, 30 dərəcəli əyriliyi olarsa 18 kiloqrama, 45 dərəcəli əyriliyi olarsa 22 kiloqrama çatır, hətta 60 dərəcəli əyriliyi olanda isə deməli başın kütləsi 27 kiloqrama çatır ki, bu da artıq
deməli, boyun fəqərələrinin öz yerindən oynamasına və nəticədə boyunda disklər arasında yırtığın əmələ gəlməsinə və digər mənfi fəsadlara yol açır. Müzakirə edin. Bu şəkillərdə nə təsvir olunmuşdur? Qeyd elədi ki, mobil telefondan istifadə qaydalarının düzgün və yaxud da ki, qeyri-düzgün istifadəsi təsvir olunubdur. Bu hansı nəticələrə gətirib çıxara bilər? Qeyd elədi ki, boyun və döş əyriliklərinə gətirib çıxara bilər, fəsadlar verə bilər. Nəticələr prosesin davam etmə müddətindən asılıdırmı? Əlbəttə ki, uzun müddətli istifadə bu prosesləri daha da sürətləndirir. Bu prosesdə iştirak edən insanın yaşı ilə nəticələr arasında əlaqə varmı? Cavabınızı əsaslandırın. Bildiyiniz kimi erkən yaşlarda sümük skeletin tərkibində üzvü maddələrin miqdarı çox olur. Ona görə qüsurları asanlıqla aradan qaldırmaq olur. Orqanizm yaşı artdıqca isə qeyri-üzvü maddələrin miqdarı sümük toxumasında artır. Bu da öz növbəsində fəsadların aradan qaldırılmasının çətinləşməsinə səbəb olur. Mənfi nəticələri necə azaltmaq olar? Gün rejiminin düzgün qurulması, elektron vasitələrindən qaydasında istifadə edilməsi və mənfi vərdişlərdən uzaq olmaqla mənfi nəticələri azaltmaq mümkündür. Öyrəndiklərinizi yoxlayın. Sizcə hansı zərərli vərdiş insanın orqanizminə daha çox mənfi təsir göstərir? Nə üçün? Əgər biz deyiriksə ki, zərərli vərdiş, bunların hər biri az və ya çox dərəcədə orqanizmə mənfi təsir göstərir. Bunların içərisində siqaretdən istifadə, narkotik maddələrdən istifadə, alkoqolizm həddindən artıq alüdəçiliyin əmələ gəlməsinə səbəb olur və onların sağlam olmasını gətirib çıxarması çox çətinləşmiş olur belə olanda. Bildiyiniz kimi, belə zərərli vərdişlərlə mübarizə aparan xüsusi deməli, orqanlar mövcuddur. İkinci, yeniyetmələri və böyükləri siqaret çəkməyə və spirtli içkilər qəbul etməyə cəlb edən nədir? Tərbiyənin düzgün qurulmaması, ətraf mühitin yaxşı olmaması, yəni ətraf mühitdə siqaret çəkənlərin, spirtli içki qəbul edənlərin miqdarının çox olması və yaxud da ki, onlara düzgün göstərişlər verməmək, bütün bunlar başa salmamaq hamısı axırda həmin şəxslərin siqaret çəkməsinə və spirtli içkilər qəbul etməsinə gətirib çıxara bilər. Üçüncü soruşulur, sizcə spirtli içkilərə və siqaretlərə alüdəçilik gənclərdə niyə daha tez inkişaf edir? Spirtli içkilərdən istifadə, siqaretdən istifadə çox vaxt yeniyetmələr arasında bir qəhrəmanlıq, bəziləri haqqında qəhrəmanlıq kimi başa düşülür. Yəni, mən bunu edə bildim. Belə bir fikirlə yanaşırlar bir-birinə. Bu da onların arasında təkrarlanmağa və get-gedə siqaretinə alüdəçilik və spirtli içkilərə meyilliyin artmasına gətirib çıxarır və beləliklə belə gənclərdə alkoqoliklər və siqaret çəkənlərin miqdarı artır və alüdəçilik yaranır. Bunun üçün hər bir adam, hər bir sağlam şəxs bu spirtli içkilərin və alkoqoliklərin, o cümlədən deməli, nikotinin orqanizmə təsirinin nə dərəcədə böyük fəsadlar verdiyini deməlidir, öyrətməlidir, bir-birinə başa salmalıdır. Bunun üçün hər bir adam, istərsə tədris vasitələri olsun, tədris müəssisələri olsun, istərsə də insanlar hamısı birlikdə bunun qarşısını almağa çalışmalıdır. Bu qədər, sağ olun.